Azərbaycanda bir ilk elədim. Toxucu xanımlarla piknik keçirdim. İnanıram ki, davamı olacaq. Önünüz açılsın, yolunuz açıq olsun. Siz də təşkil eləyə bilərsiniz, siz də dəvət eləyə bilərsiniz. Ani bir qərarla piknik keçirmək qərarına gəldim və keçirdim. Adətən mənə belə videolar göndərirlər ki, xaricdə toxucular ya metroda, ya avtobusda bir yerdə oturub, ya parkda hardasa toxuyurlar. Qızlar yazır ki, sizdən də gözləyirik. Ağlımda var idi. Qurban Bayramı ərəfəsində ani bir qərarla toxucuları bir yerə yığaram dedim. Paylaşdım. Gələnlərin əksəriyyəti tələbələrim idi və heç tanımadığım, ilk dəfə gördüyüm, tanış olduğum xanımlar da gəlmişdi. Allah var, çox gözəl keçdi. Mobiloqraf video çəkilişlərinə Allah razı olsun, Fərdə xan baxırdı. Davam eləyir. Hələ gələcək videoların ardı bu hələ son deyil. 3-4 dənə paylaşmışıq. Ümumiyyətlə insanlar iki yerə bölünür, düşünürəm ki, planlayan və məni kimi ani qərarları uygulayan, həyata keçirən. Mən o ani qərarlarla yaşayan biriyəm. Bu arada deyirəm, risk sevmirəm, amma bunun özü də bir riskdir nəticədə. Çünki nəyin necə olacağını bilmirsən. Şansım ondan gətirdi ki, gələcəm deyən insanlar hamısı bir-birindən səmimi və istiqanlı qızlar idi. Daşın altına əllərini qoydular. O süfrənin açılmasında, o günün gözəl keçməsində hər birinizə təşəkkür edirəm. Əməyiniz böyük idi. Sonradan yazanlar oldu ki, xəbərimiz olmayıb. Bəli, çünki mən düşünürdüm ki, 10 nəfər olacağıq. Maksimum 15, 21 nəfər məni də şok elədi. Canlıda bir dəfə dedim. Instagramda və TikTokda canlıda demişdim. Ondan sonra tələbələrimə dedim. Elə yəni bir-birimizə deyərək gördüm ki, çox. Növbəti dəfə yenə də 50 nəfəri keçməmək şərti ilə eləyəcəyik inşallah. Allah deyən olsun. İzləmədə qalın. Piknikdə heç əlimizə alıb bir şeylər toxumağa vaxt olmadı. Yəni əslində hamı sumkasında bir şey gətirmişdi, toxumağa muncuq. Ona vaxt çatmadı. Biraz yedik, biraz danışdıq, biraz video çəkdik. Çox şükür, çox maraqlı keçdi. Belə layihələr nə üçün lazımdır? Sosiallaşmaq üçün. Qonaqlarımızdan biri psixoloq idi, Kəmalə xanım. Xanımlara çox faydalı bir söhbət, motivasiya söhbəti elədi. Daha sonra növbəti qonağımız Fabirlikdən Fəzilə xanım idi. 17% səhv eləməmsə yeri. Yəni o da öz işindəki uğurlardan danışdı. Eyni zamanda toxuculuqda, ümumiyyətlə bu işlərdə bizim yəni əl işi ilə məşğul olan xanımlardan, artıq sənətdə öz sözünü demiş xanımlardan Nura xanım, yəni Həkimidir, Bay Nura tanıdığınız xanım, kimi tanıdığınız xanım gəlmişdi. Ondan sonra qonaqlarımdan Seli xanım var idi. Hər birinə təşəkkür edirəm. Fərdə xanım zaten bilirsiniz ki, biz ayrılmaz ikiliyik. Allah'a sonsuz şükürlər. O da yanımızdaydı. Onlar da illərlə qazandıqları təcrübəni yeni başlayanlarla bölüşdülər. Necə edərsiniz, necə etsəniz daha yaxşı olar, ruhdan düşməmək lazımdır. Zaten bizim işimiz motivasiya işi deyil, sevgi işidir. Sevməsən olmur, mütləq sevəcəksən, mütləq sevirsənsə davam edə bilirsən. Və növbəti iki yerə bölünən insan tiplərindən, yəni xanımlardan. Ora gələn hər kəs sırf ailəsi dəstəkləyir deyin, hə, get, iştirak elə deyən insanlar deyil. Gələ bilmək üçün maksimum dərəcə şanslarını istifadə edirlər, yəni fədakarlıq edirlər. Digər ikinci qrup insan isə yazırlar, ayda məni qoymurlar, ayda mənə icazə vermirlər, ayda. Qızlar, siz bu aydalara sığındıqca, bu bəhanələrə sığındıqca yerinizə saymaqdan başqa heç bir şey etməyəcəksiniz. Əgər işinizdə uğurlu olmaq istəyirsinizsə, bir şeylərə nail olmaq istəyirsinizsə də, yəni sadəcə həyatda bir şeylərə nail olmaq istəyirsinizsə də, yəni yolunu tapacaqsınız da, yəni dava ilə qırğınla deyil əlbəttə, amma bir yolunu tapacaqsınız. Bir də siz istəyincə Allah mütləq yolunu açır. Bu həyatda nail olmadığım şeylər həqiqətən istəmədiklərimdir. Həqiqətən istəsəm mütləq onlara da nail olaram. Deməli, yetərincə istəmirəm. Burada yekunlaşdırım. Yürüyüşə çıxmışam, güya ki, səsim də batıb pıçı-pıçı danışıram. İnşallah daha gözəl səslə növbəti videolarda görüşənədək
Yürüyüşdən evə gəlim, canlı açacağam. Canlıda da yenə görüşmək ümidi ilə. Hələlik.